Dostlar salam. Bu günləri mən sizə ən aktual problemlərdən biri olan reflux barədə danışmaq istəyirəm. Sadə dildə bəziləri reflü deyir, bəziləri izjoqa deyir, bəziləri mədəm qıcqırır deyir. Bunun hamısı refluxdur. Mən danışınca da siz səhifəyə abunə olun, qoy kanalımız inkişaf eləsin. Ümumiyyətlə reflux nədir? Reflux qayıtmaq deməkdir. Mədədən qida borusuna qayıtmaq. Nə olacaq? Gastroezofageal reflux. Gastr mədə, ezofagus qida borusu. Gastroezofageal reflux, yəni mədədən qida borusuna qayıtmaq. Var duodenogastral reflux. Duodenum 12 barmaq bağırsaq, qastr mədə 12 barmaq bağırsaqdan mədəyə qayıdır. Ona görə bəzi pasientlər endoskopiya zamanı, yəni zond udanda mədədə öd aşkar olunur. Və bilirik ki, duodenogastral refluxu var. Bəs reflux niyə olur? Niyə həmin qayıdış olur? Mədənin girəcəyində və çıxacağında dairəvi əzələ var. Ona sfinkter deyirlər. Normal halda qapanmalıdır. Amma bəzi pasientlərdə həmin o sfinkter tam qapanmır, açıq qalır və mədənin turşusu, kislotadır da, xlor turşusu atılır qida borusuna və qida borusun sadə dildə desək yandırır. Qızartı əmələ gələ bilər, eroziya əmələ gələ bilər, hansı ki sonda o eroziyalar qanaxma da verə bilər. Endoskopiya zamanı zond tutduqda biz görəcəyik ki, qızartı var, eroziya var və yaxud da daralma var hətta qida borusunda. Və Allah uzaq eləsin, Barrett qida borusu deyilən bir vəziyyət var. Bu, xərçəngönü vəziyyətdir. Yəni, fikir verin, reflux xərçəngə də gətirib çıxarda bilir, qida borusunun xərçənginə. Ümumiyyətlə, bu refluxla əlaqədən vəziyyətə qərib deyilir. Gastroezofageal refluxna bolezn, yəni gastroezofageal reflux xəstəliyi. Bir də var NERP, neezofageal refluxna bolezn, yəni eroziyasız reflux xəstəliyi. Yəni, zond udanda baxırıq ki, qida borusu təmizdir. Nə qızartı var, nə eroziya, heç bir dəyişiklik yoxdur. Amma pasientlər şikayət edir ki, yanğı hissinə, həmin o izjoqadan şikayət edirlər. Ümumiyyətlə, həmin o sfinkter bəs niyə bağlanmır? Hansı hallarda həmin o sfinkter bağlanmır ki, turşu atılır qida borusuna? Pis vərdişləri olan insanlarda, siqaretdir, spirtli içkilərdir, həddindən artıq piylənməsi olan insanlarda reflux olur. Şəkərli diabet xəstələrində gastroparez olur, yəni mədənin, qastr demişdim axı mədədir, gastroparez mədənin parezi, yəni mədənin hərəkəti yoxdur ki, qidanı ötürsün və nəticədə yuxarı qapaq açıq olur və qayıdış olur, reflux olur. Bundan əlavə bəzi dərman vasitələri, qeyri-steroid iltihab əleyhinə preparatlardır, bu diklofenakdır, ketanaldır, nimesildir, blokiumdur və s. Bunlar reflux verə bilir. Progesterondur, nitratlardır, kalsium antagonistləridir. Yəni, dərinə getməyim terminologiyada, çünki yenə dediyim kimi bu video sadə insanlar üçündür, həkimlər üçün deyil. Bəs nə etmək lazımdır? Əgər sizdə reflux varsa, mütləq zond udmaq lazımdır. Təbii ki, pH metriya deyirlər, mədənin sutqalıq turşuluğunu ölçürlər. O da ən vacib qızıl standartdan biridir. Amma zond tutmaq da mütləq lazımdır ki, görək qida borusunun vəziyyəti necədir. Bu, bayaqları sadaladığım əlamətlər, bu tipik formasıdır. Amma bəzi pasientlərdə reflux var, amma yanğı hissi yoxdur. Həmin o izjoqa yoxdur. Bəs həmin pasient nədən şikayət edir? Gəlir, deyir ki, elə bir boğazımda nəsə qalıb. Bu da refluxun əlamətidir. Nə olsun yanğı yoxdur? Bəzi pasientlər gəlir ki, deyir, doktor, neçə vaxtı öskürürəm, öskürəyim keçmir, öskürək əleyhinə dərmanlar da içirəm, kömək eləmir. Müayinə edirsən ki, bronxlarında, ağciyərində bir şey yoxdur, amma pasientdə öskürək var. Həmin o öskürək də refluxun atipik formasıdır, atipik əlamətidir. Mədənin turşusunun qida borusuna atılmanın nəticəsidir həmin öskürəyi. Bəzi pasientlərdə dişlərin emalı, yəni üst örtüyü çürüyür.
O da refluksun nəticəsində ola bilər. Yanğı hissi yoxdur, sadəcə diş çürüyür. Ona görə bu qrup pasiyentləri kimdə daimi öskürək var, boğazda qıcıqlanma, faringit, laringit, yəni qırtlağın, udlağın iltihabı, diş çürüməsi var, mütləq zondudur, qida borusu ilə mədəni yoxlamaq lazımdır. Və öncədən unutmuşdum, hətta biz birdən-birə oturub çoxlu yemək yeyəndə də həmin o refluks hissi yaranır. Klapan açıq qalır. Ona görə nə etmək lazımdır ilkin olaraq? Birinci, çox tez-tez yesəkdə az yemək lazımdır. Yəni tez-tez yeyirik, az-az yeyirik. Birdən-birə bir qab aşı qoyub qarşımıza yemirik, misal üçün. Yedikdən sonra gedib uzanmaq lazım deyil. Aktiv olub gəzmək lazımdır. Hətta uzananda belənçinə çalışmaq lazımdır ki, yatağın baş hissəmiz biraz yüksək olsun, hündürlükdə olsun. Bunlar hamısı müəyyən qədər həmin o refluksun qarşısını alır. Təbii ki, pis vərdişlərdən də, siqaretdən, spirtli içkilərdən də uzaq lazımdır. Kimdə həddindən artıq piyələnmə varsa, mütləq arıqlamaq lazımdır. Ən vacib səbəblərdən də biri budur. Şəkərli pasiyentlər şəkərini nəzarətdə saxlamaq lazımdır. Bunların hamısı gətirib həmin o dediyim refluksa çıxardır. Təbii ki, qərar sizindir. Mən yalnız məsləhət verirəm. Video sona qədər izlədinizsə, kanala abunə olun. Dediyim kimi kanalımız inkişaf eləsin. Tək sağlam olun. Çox sağ olun. Minnətdaram.